Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Bugün yeni bir proqramla sizin huzurunuzdayıq. Çox sevdiyim Profesör Doktor Nəsib Nəsibli bugün qonağımızdır. Təşəkkür edirəm dəvətimizi qəbul elədiyinizə görə. Axşamınız xeyir hocam. Anuka, mən təşəkkür edirəm dəvətiniz üçün və izləyiciləri də sizin vasitənizlə salamlayıram. Bizim həmişəki mövzumuz, ağrıyan yerimiz, bu dəqiqə təbii ki, Qarabağdan sonra da əsas müzakirə elədiyimiz məsələ Güney Azərbaycandır. Güney Azərbaycanla bağlı bəzi müzakirə olunmayan məsələlər var. Daha çox ortada elə məsələlər müzakirə olunur, doğrusu ki, məncə prosesə zərər də vurur, diqqət yayındırır. Amma bəzi məsələlər var ki, onları müzakirə eləmək vacibdir. Bunlardan biri də Güney Azərbaycan məsələsində türkçülük akımının, yəni türkçülük ideologiyasının gətirildiyindən sonra Güney Azərbaycan Milli Mübarizə Hərəkatına zərbə vurulması ilə bağlıdır. Çünki siz də bilirsiniz ki, Pişəvəri Hərəkatı da zaten sol ağırlıqlı fikirli adamlarla çox idi və inqilabdan sonra da xaricə gedən Güney Azərbaycanlıların çoxu, İranlıların da çoxu sol fikirli idi. Siz nə düşünürsünüz bununla bağlı? Öncə gəlin bu dünya təcrübəsini və nəzəriyyəsini ələ alaq. Əgər qısa şəkildə demiş olsaq, əvvələn milli hərəkatların motoru deyə bilərik, özəyində duran da deyə bilərik, o milliyyətçilikdir. Və milliyyətçilik olmayan milli hərəkat yoxdur. Bizdə də Kuzey Azərbaycanda bu 80'lerin sonunda, 90'ların əvvəllərində bu çox müzakirə olundu və hesab edirəm ki, Kuzey Azərbaycandakı o səhvləri eyni ilə Güney Azərbaycanlılar da təkrar edirlər. O vaxt da deyilirdi. Bəzi bu liberal kəsimlər ki, yox, bu milliyyətçilik bizə ziyan vurur. Biz milli hərəkat deyil, xalq hərəkatıyıq. Baxın, Azərbaycan xalq cəbhəsi deyildi. Ermənistanda milli adından çəkinmədilər. Gürcüstanda milli adından çəkinmədilər. Digər yerlərdə milli adından çəkinmədilər. Amma bizdə belə bir çəkingənlik var idi. İndi eyni xətanı biz Güney Azərbaycanlıların hamısında deyil, bəzilərində görürük. Bir daha təkrar olaraq deyim, bu milliyyətçilik milli hərəkatın motorudur. O zəifdirsə milli hərəkat da zəifdir. Milli hərəkat bir qrupun o zaman belə deyək, iştirak elədiyi bir hərəkat, akım şəklini alır. Yox, əgər bu milliyyətçilik ruhu, milli kimlik o məsələləri həll olunan ya da tamamlanmış o toplumlarda bu kütləvi xarakter alır. Yəni, millətdir milli hərəkatı irəli aparır. Deyilmi? Və milləti də oluşturan, təşkil eləyən şübhəsiz ki, o milli şuurdur və bu sahədə də bizim Güneydə çox böyük problemlərimiz var. Biraz tarixə getsək, əlbəttə eyni ilə tarixdəki o faktı bu günümüzə şamil eləmək doğru deyil. Baxın, Məşrutə inqilabında Azərbaycanın iştirakı. Biz ona yanlış olaraq Səttarxan hərəkatı deyirik. Əlbəttə Səttarxan, Bağırxan onun qəhrəmanlarından birisidir. Amma orta əsrlər deyil ki, 20-ci əsrin əvvəlləridir. Və orada Azərbaycanın iştirakına baxsaq, niyə bizdə bu bütün fədakarlığa filana baxmayaraq biz orada uduzan tərəf olduq. Əlbəttə, kimsə durub deyə bilər ki, yox, orada birinci konstitusiyada əyalətlər və vilayətlər haqqında 92-93 məncə maddələr vardı. Bizim orada haqlarımız təmin olundu. Amma məsələn, dil məsələsi olmadı. Sonraki hərəkatda da olmadı. 1920-ci il Təbriz üsyanında da olmadı. Ona da biz Xiyabani hərəkatı deyirik və yanlış olaraq elə deyirik. Onun başında duran Şeyx Məhəmməd Xiyabani doğrudur. Orada da dil məsələsi qoyulmadı. Baxın, orada əsas məqsəd nə idi? Bu İngiliz-İran müqaviləsinin ləğvi. 1919-cu il tarixli
müqavilənin ləğv etdi. Ondan sonraki məsələlər artıq muxtariyyət məsələsi idi. Deyilmi? Yəni hədəf milli değildi, ümummilli deyə biləcəyimiz o dövrdə, yəni İran bu ərazisini kapsayan bir hədəf nəzərdə tutulurdu. Rıza Şahın dövründə Türklük üzərinə vurulan zərbələr nəticəsində bizim insanlarımız şuurlanmağa başladı. Yəni o zülm bizim bəzi ziyalılarımızda milli şuur yarattı. Mirzə Əli möcüz ya digərlər və artıq 1945-46, yəni 21 Azər hərəkatı dövründə dil məsələsi qoyuldu. Milli məsələ qoyuldu. Baxmayaraq ki, millətin adı Quzeyin o təzyiqi ilə, yəni o Sovet o nümayəndələrin təzyiqi ilə Azərbaycan dili, Azərbaycan milləti filan deyildi. Amma dil məsələsinin olması, milli məsələnin 21 Azər hərəkatının özəyini təşkil etməsi, bu artıq bizim orada millət olmaq əzmimizi, bu Rəsulzadənin ifadəsidir, Məhəmməd Əmin Rəsulzadə deyir ki, Quzey Azərbaycan 1918-ci ildə millət olmaq əzmimizi ortaya qoydu. Güneydə də 1945-də qoydu. Eləmi? Sonraki dövrə baxsaq, bu da yenə də səhv olaraq Şərəf Mədəri hərəkatı deyirik. Ben ona Xalq Müsəlman hərəkatı desək daha yaxşı. Orada milli məsələ olmadı. Milli məsələnin olmaması, dil məsələnin olmaması 4 milyon üzvü olan bir hərəkatın enində sonunda deməli məğlub olmasına gətirib çıxartdı. Bu tək Ayətullah Şərəf Mədərinin qətiyyətsizliyi ilə bağlı deyil. Onun İrançılığına bağlı deyil. Dediyim kimi 4 milyon üzvü olan bir hərəkat, möhtəşəm bir hərəkat sıfırlandı. Və çox qısa şəkildə deyirəm. Bak, milliyetçilik ona göre lazım. Türkçülük ona göre lazım. Bir daha tekrar olarak deyirəm, Kuzey Azərbaycanda hərəkatın buraxdığı səhvləri elə bir ki, kopya ilə Güney Azərbaycan hərəkatı təkrar edir. Halbuki bir ağıllı adam öz səhvlərindən deyil, başqasının səhvindən ibrət dərsi götürər, deyilmi? Özü biz də başqası da deyilik. Heç olmasa Kuzey Azərbaycandakı o hərəkatın bir tarixinə baxın. Niyə bizdə Kuzey Azərbaycanda milli hərəkat sıfırlandı? Demokratik hərəkat sıfırlandı. Heç olmasa bunu analiz eləmək lazımdır və məncə bu cür iradlar heç doğru deyil və bildiyim qədərincə 90-cı illərdə olan əhval-ruhiyyə biraz yumuşalır. Bəzi adamlar yenə də eyni qaydada bu liberal ya da qeyri-milli bir mövqe tutub özü deyirlər ki, biz milli fəalıq. Necə olur Amma onlar da bir çoxu ilə mən danışmışam. Yəni fikirləri Azərbaycançılıq ideyasını önə çıxaraq deyirlər. Aha, buna da gəlir. Baxın, bizim bu milli məfkurə tariximizdə türkçülük də olub, yəni milliyyətçilik də olub, Azərbaycançılıq da olub. Milliyyətçilik nədir? Bizim millətin adı türkdür. Onu qadağan etdikləri üçün hərəkatın adı da türkçülük adlanıb. Azərbaycançılıq da var. Rəsulzadə irsində, deyək ki, Müsavat irsində filan Azərbaycan. Bunlar bir-birini tamamlayır. Vətənimizin adı Azərbaycan olduğu üçün və vətənimizin gələcəyinlə bağlı o ideyaları da biz Azərbaycançılıq deyirik. Bunlar bir-birinə zidd deyil, tam tərsinə bir-birini tamamlayır. İndi baxın, bizim adamlar çoxsu milliyyətçiliyi bir Stalin o tərifinlə yanaşırlar. Stalin nə dedi? Hətta Leninizmin o tərifindən, o yanaşmasından fərqli bir yanaşma qoydu ortaya. Dedi ki, bu millətçilik imperializmin müdafiə elədiyi bir hərəkət yanlışdır. Lenin də deyirdi ki, məzlum millətləri, milliyyətçiliyini biz müdafiə eləməliyik, deyil mi? Sol hərəkatda bu münasibət, bu yanlışlıq yenə də davam edir. Milliyyətçilik başqa millətə nifrət demək deyil, bu irqçilikdir.
Bunun adı irkçiliktir. Reisizm deyilen bir şeydir. Evet. Milliyetçilik öz milletini yükseltmek, onun problemlerini halletmek harekatıdır. Bu kadar basit mesele, bu kadar da aydındır. Lütfen bizim sol kesimden əslində qalanda qalmadı. Bir təhtər şuur altı onlarda qalıb. Məsələn, keçmiş studentçilər, bu xüsusən də əksəriyyət o neydi, fədailər, onlar yaşlı nəsil. Yeni nəsildə artıq məncə bu hal xarakterik deyil. Və onlar lütfən baxsınlar, yəni bu Wikipedia deyilən bir lüğət var da, milliyetçilik nə deməkdir? Nə üçündür? Başqasına nifrət aşılayan, başqasına düşmənlik aşılayan hərəkatın adı milliyetçilik deyil, onun adı irkçilikdir. Bəli. Öz millətini yüksəltmək, onun problemlərini həll etmək demək bu milliyetçilikdir. Və türkçülük deyilən bu Farsa düşmənçilik, Kürdə düşmənçilik demək deyil ki. Bunu lütfen bir dünya tecrübesine de baksınlar, nezariyesine de baksınlar ve kafalarında yer almış, o tehtşuur yer almış, yani doğru olmayan fikirlerden vazgeçmek lazım. Bir sual verim hocam sizə. Elə çıxışınızdan doğan bir sual oldu. Dediniz ki, şəriət mədarinin hərəkatında 4 milyona yaxın insan vardı. Evet. Biz də bilirik ki, bugün aktiv Güney Azərbaycan mübarizəsi aparanlar 10 minlərlə olmağını arzu eləyirik, amma o qədər də deyil, yəni üzdə olanlar. Kütləvilik yoxdur. O zaman belə bir sual yaranır. Güney Azərbaycanda milli hərəkat dini fikirlərdən uzaq olduğu üçünmü zəifdir? Bakın yine de milliyetçilik meselesine dönmeliyik. Milliyetçilik millet olarak formalaşma demektir de milletleşme sürecinin tamamlanması, hansısa seviyeye gelip çatmasıdır. Bakın bu da bir günde olan bir iş değil. 1945'te diye ki milli hükümet yarandı. Biz artık millet olduk, bütün problemlerimiz hal oldu. Öyle bir şey yoktu. Bu nezariye dedim. Adamın adı, daha doğrusu soy adı Deutsch'ti. Karl Deutsch. Deyilen bir müellif var. 20. əsrin 60-cı illərində bir məqaləsində yazır ki, İngiliz ve Fransızlara millet olması bir 3-4 əsr bir vaxt aldı. Bakın ya. Ve Avrupa'da o modern milletin oluşması, yaranması, nation building deyirlər də, bu bir neçə əsr aldı. Şüphesiz ki bizde geç başlayan harekatın bugünkü o dedim ya o süreç tamamlanma filan meselesi de hele biz onun hakkında danışabilmelik, diyebilmeliyiz. Tamam, bizim problemlerimiz ona göre kütlevi olmuş. Kütlevi olmasının başka bir şerti de var. Bakın İran'daki Azerbaycan'a münasebet. Yani resmi Tehran'ın yani bu şer yuvasının o merkezinin Azerbaycan'a münasebet. Yani bir yerdeki milli təhsil yoktur. Bir yerdeki normal milli medya yoktur. Bir yerdeki bu inzibati organlarda milli dilin işledilmesine qadağan koyulup 1920'lerden bu yana orada elbette ki bu proses zayıf gidecek. Elbette ki biz deyək ki hakim milletten farklı bir milletleşme sürecinde olacak. Bunun yanında bu o kadar ağır bir mevzudur ki saatlerle danışma olar. Evet. Bir de kütleviliğin olmamasının lütfen bizim siyasi fəallar inciməsinlər. Onları ben istisnasız hamısını fedakar insanlar sayıram ve hayatlarını, vaxtlarını, pullarını, filanlarını bu işe sərf eləmiş insanlar sayıram. Ama bir çok önemli bir mesele var. Maksimalizm insanları korkudur. Nedir maksimalizm? Yani burada taktika meselesinde gerek biz çok dikkatli olaq. Mesela deyək ki İran'a gidip gelen iş adamı
Deyək ki, Hamburqda oturub xalçaçı. Eləmi? Tez-tez İrana gedib gəlir. Bu adamı qorxutmaq deyil, onu hərəkata cəlb eləmək üçün istiqlal şüarı deyil, başqa bir şüarla üstünə getmək lazımdır. Onu hərəkata cəlb eləmək lazımdır. Bir gün birisi dedi ki, İranda bizim dostlarımdan, çox sevdiyim dostlardan birisi, bizlə əməkdaşlıq eləyə biləcək bir qurumun adını çəkin. Dedim ki, çəkə bilmərəm. Çünki sən deyirsən ki, mən istiqlalçıyam. Eləmi? Mən istəyirəm ki, İran dağılsın, Azərbaycan azad olsun və Quzey Azərbaycanla birləşsin. Eyvallah, nə gözəl bir arzudur, nə gözəl bir istəkdir. Mən hətta ondan artığını istəyirəm. Amma axı o deyək ki, Tehranda oturan bu rejimin getməsini istəyən qüvvə səndən əməkdaşlıq eləməz. Deyir ki, mənim vətənimi bu dağıtmaq istəyir, mən onunla nətər oturum danışım. Yəni, adi məntiqdir də bu. Və hətta mən misal çəkdim, dedim ki, Azərbaycanda bir separatist desə ki, Azərbaycanda, Quzey Azərbaycanda insan haqları, demokratiya filan hərəkatında gəlin bir yerdə olaq, mən deyəcəm, sən separatistin birisən. Sən İrandan ya da Rusiyadan dəstək alırsan, mən səndən necə bir yerdə ola bilərəm? Bu çox təbii, məntiqi bir şeydir. Yəni, bu şərtlər çoxdur. Və bizim, həqiqətən çox gözəl vurguladınız. Bizim ən böyük problemlərimizdən birisi, əgər taktik məsələlərdə yanlışlıq və yaxud da maksimalizm isə və onun nəticəsi olaraq bir məhdud bir dairəni əhatə eləyirsə, qapsayırsa, bunun haqqında düşünməliyik. Aynur xanım, mən bir məqalə yazmışdım bir neçə il bundan əvvəl. Deməli, milli hərəkatın potensialı və gerçəkliklə təxminən belə bir başlayıb. Və onu müzakirəyə təqdim etdim. Dedim ki, lütfən gəlin bunu bir müzakirə ilə tənqid eləyin, razı olmadığınızı bildirin filandır. Çox sadə bir misaldır. Necə olur ki, İran müxalifəti, qərbdə olan İran müxalifəti 100 minlik miting eləyə bilir. Biz 100 nəfərlik miting eləyə bilmirik. Nədir bununca? Və o 100 minlik, indi də o şahçılar eləyir də. Eləmi? Bəli. Onun ən azı iştirakçıların 1/3 türkdür. Sənin mitinginə gəlmir, amma ora gedir. Bir məsələ də var hocam, bununla icazə verirsinizsə deyim, mən bunu proqramlarımda da dedim, çox məni üzən məsələlərdən biri oldu. Bu prosesdə, təbii müharibədən öncə başlandı bu proses, bilirsiniz. Bu prosesdə şahçıların təbii lideri vardı, bəlli idi. Yəni, daha doğrusu önə çıxardıqları şəxs, Kürdlərin də önə çıxardıqları şəxs oldu. Farsların da, Pəhləvini istəməyən farsların da xaricdə önə çıxardıqları şəxs oldu. Bizim bir dənə liderimiz olmadı Güney Azərbaycandan ağız birliyi ilə önə çıxaraq. Çox üzücü bir şeydir. Sizin bayaq dediyiniz bir fikirlə icazə verin, mən razılaşmayayım. Siz böyüksünüz, bilirəm, qucaqlayıcı siyasət aparırsınız. Amma mən bəzi yetkisiz və yetərincə bu işdə deneyimi, təcrübəsi olmayan bəzi şəxslərin həqiqətən də Güney Azərbaycan məsələsinə zərər vurduğunu düşünürəm. Yəni, bir-birin ajan elan eləmək, gözdən düşürmək, özü irəli getsin, hörmət qazansın deyə başqasının hörmət salmaq bu prosesə ciddi zərbə vurdu və biz bu zərbənin sonucunu ki, müxtəlif sahələrdə biz indi onu danışacağıq söhbətin davamında elə lider çıxartmaq məsələsində də gördük. Mənim bu liderçilik məsələsində münasibətim belədir. Bilirsiniz, hərəkat hər hansı bir bu mərhələdə öz liderini çıxardacaq. Bu aksiyondur. Yəni, bizim hərəkatımız deməli o qədər problemlik, o qədər zəif ki, bir lider belə çıxarda bilmir. Yəni, birisi səbəbdirsə, o birisi nəticədir. Səbəb bizim hərəkatın daxilindəki problemlərdə axtarmaq lazımdır. Lider milli hərəkatı müəyyən eləmir. Milli hərəkat lideri müəyyən edir. Daha doğrusu onun səviyyəsini filanını müəyyən edir.
İki, düşmənçilik dediniz, elə mi? Bu düşmənçilik də var idi. Yine Kuzey Azerbaycan'da yadınıza gelir mi? 80'li illərin sonunda kimi sevmirdilərsə deyirlər ki anası ermənidir. Ne bileyim ne de. Ya Ermeni kanı var filan. İki, o geçti. Sonra dediler ki bu KGB casusudur. Sonra da böyle şəxsi keyfiyyətlərini başladılar şirtmeye. Elə mi? Ya da keyfiyyətsizliklə. Kiminsə ideal şəxs yoxdur ki. Hardasa, nəsə də bir səhvi ola bilər. Ya da deyək ki, bax, Güney hərəkatında da elədir. İtilatın adamı. Bu adam bilmem nedir? Sepahçı. Sepahçıdır. Və yaxud da deyirlər ki, bu adam TUDənin üzvü olub. Ya mücahidlərin üzvü. Olsun ne olacaq yani? Keçmişdə nə varsa o qaldı keçmişdə. Əlbəttə ki, ora bir sual işarəsi qoymalısan. Deməlisən ki, bax, bu bir solçu təfəkkürünlə gəncliyində hərəkata gəlir. Və bu təfəkkürdən də %100 qurtulmaq çox çətin olur. Onu da deyim sizə. Amma bir halda ki, adam deyir, mənim keçmişimdə mücahidlik var. Mənim keçmişimdə deyək ki, əksəriyyət fədailik vardı ya da əqəlliyyət fədailik. Ne olsun, adam əgər siz ürəklə qoşulursa hərəkata deyir ki, mən onunla qutardım. Çünki gördüm ki, nə fədailər, nə mücahidlər mənim milli maraqlarımı nəzərə almır. Mənim Azərbaycanın dərdini, millətimin dərdini proqramlarına salmır. Ona görə mən ayrıldım. Eyvallah, onu qəbul eləmək lazımdır. Bilirsiniz niye? Milli barış ilan eləmək lazımdır artıq. Bir-birlərin qəbul eləməyi öyrənməlidirlər. Aynur xanım, burada başka bir psixoloji məsələ də var. Hərəkət arzu olunan, yumuşaq şəkildə deyirəm də, arzu olunan səviyyədə irəli getmədiyindən hərə günahı bir-birində görür. Çünki düzgün taktik xəttimiz yoxdur. Sən oturmuşsan Amerikada və yaxud da Avropada gece gündüz deyirsən ki istiqlal istəyirəm filan istəyirəm. Eyvallah, istə. Ama bir ətrafına bax da bu istiqlal istəyən nə qədərdir? Güney Azərbaycanda içeride istiqlal deyə biləcək neçə adam tapa bilərsən? Və həmin adamlar fədakarlar yox. Özünü deməli bu nedir? O rejimin qarşısında hədəfə çevrilen adam olacaq. Cavad Heyət rəhmətlik onlara bir günlük qəhrəmanlıq deyirdi. Bir gün qəhrəman ola bilərsin. Amma günlük iş aparmaq üçün günün tələbinə uyğun şuar deməlisin. Deyil mi? Hətta onu deyim, o şuarların içində Güney Azərbaycanda da bəzən gördüyümüz çox radikal, günün tələblərinə uyğun olmayan şuarlar da səslənir. Ayrı-ayrı şuarlar olsun. Deyək ki, 3-5 adam onu desin. Amma əsas mainstream dediğimiz, əsas o şuar günün tələblərinə cavab verməlidir. Əks təqdirdə bu hərəkət bir neçə adamın bu inhisar deməyəcək, adamdan ibarət olacaq. Bir de bizim insanlarımız çox sevirlər, yəni deməyə ki, bax, 80 bin adam birdən-birə qalxır, deyir ki, haray mən Türkəm və yaxud da. Eyvallah, doğrudur. 80 bin də ola bilər, 100 bin də ola bilər. Bəzən stadion dolur və ətrafda o dağın başında Qurd Dərəsində orada insanlar yığılır və milli şuarlar deyir. Doğrudur, milli şuar deməklə mütəşəkkil bir hərəkət ayrı şeylər. Futbol futbol komandasının tərəfdarı, futbol sevənlərlə mütəşəkkil milli hərəkət ayrı şeylərdir. Əlbəttə bazadır. Əlbəttə orada ruh var, enerji var. Ondan biz sevinirik. Amma özümüzə onunla təskinlik verib, hətta özümüzü allatmağa haqqımız yoxdur. Elədir. Mən söhbətin davamı kimi elə bunu soruşmaq istəyirəm.
bugün bizim yetersiz fəaliyyətimizin nəticəsi olaraq bu savaşdan biz istifadə edə bilmədik. Tam tərsi, elə bir situasiya yarandı ki, bizi müdafiə edəcək tərəflər də dedilər ki, biz İranın bütövlüyünü qəbul edirik və İranı müdafiə edirik dedilər. Türkiyə kimi. Yəni biz öz dərdimizi qardaşımıza anlata bilməmişik. Yəni siz də o səhvlərdən danışırdınız. Yəni bizim bir proqramımız olmalıdır. Dediyiniz kimi artıq o proqram üzərə getməliyik. Bir xətt üzrə, o mainstream dediyinizin bir altyapısı, o bünövrəsi olmalıdır. Yəni nədir səhvimiz? Biz 30 ildə ən azından yaxın qardaşlarımızı bizim dərdimizi bilməyə, problemimizi bilməyə, bizə dəstək göstərməyə vadar eləyə bilməmişik. Bunun səbəbi nədir, əsas səbəb? Aynur xanım, biraz biz tənqidi danışdıqca bizim o dostlarımız, bilirəm ki, siz Aynur İmran olaraq bu milli hərəkatın ən faal üzvlərindən birisiniz və xidmətlərinizi görməyən adam gərək bu məsələdən danışmasın. Yumuşaq deyirəm. Biraz biz özümüzə güzgü qoyub hərəkatımıza, özümüzə baxanda və əyriliğimizi görəndə və onu dilə gətirəndə insanlar incir deyir ki, biz bu qədər fədakarlıq eləyirik, bəs bizim fədakarlığımızı görmürsünüz, görürük. Amma bir nəticə də ortadadır. İndi baxın, bu milli hərəkat özünün müttəfiqlərini hələ müəyyən eləməyib. Doğru dürüst müəyyən eləməyib. Yəni izah eləyib. Bakıda belə, Azərbaycan Respublikasında belə doğru dürüst bir nümayəndəlik təşkil eləyə bilməyib. Sözünü deyə biləcək, günlük məşğul ola biləcək bir mərkəzi yoxdur. Adını mərkəz qoyaq. Eləmi? Türkiyədə adını mərkəz qoyaq. İnandırmaq lazımdır. İnsanları, hökumətləri inandırmaq lazım. Qapını bağlayanda pəncərədən girmək lazım. Və bu Türkiyə bizim əlbəttə yaralı yerimizdir. Daha doğrusu belə deyək. Ben cümləni düzəldirəm. Türkiyə Cumhuriyyəti hökumətinin Güney Azərbaycan məsələsindəki və İran məsələsindəki mövqeyi bizi düşündürməlidir. Niyə bu həddə gəlib çatdıq? Niyə biz onları inandıra bilmirik? Çünki maksimalistlik. Gücümüz olmayan yerde deyirik ki 80 binlik bizim orada bir ordumuz var. Harada da ordu? Əvvələn onu inandırmalısan. İki, Türkiye televiziyalarına baxan insanlar əsəbləşir. Əvvəl Rusiyanı müdafiə eləyirdi. Rusiyanın bu Ukraynaya təcavüzü müqabilində, yəni o rəsmi televiziya kanallarını deyirəm. İndi də Amerikan imperializmini bayraq alıb, Amerikan nifrətini kullanaraq İranın arxasında deməli möhkəm durublar. Ama indi münasibət də dəyişir. Bilmirəm fikir verirsinizmi? Ben bugünlerde bu Əhməd Hakan'dı mı? Ahmet Hakan. Əhməd Hakan'ın o CNN Türk'teki bir programına baktım. Doğrusu bakmırdım hiç. Çünkü şirket verilişleri var onun belə. Adamın ət tökülür. Evet. Xüsusən də CNN Türk'ün elə ət tökən verilişleri var ki İran mevzusunda ayıp yani. Ama son verilişte ben gördüm ki onlar neytral mövqe tutublar. Dedim eyvallah. Bu olabilsin ki hökumətin də münasibət. Bir de bir şey diyeyim size. Benim düşünceme göre bu mərkəzi o televiziya kanallarına kütləyə müraciətlərindən dövlətin hərəkətləri arasında xeyli fərq var. Mesela Hakan Fidan. İkisi de Fidan'dı. Yok. Əhməd Hakan'dı o. Xarici İşlər Naziri. Xarici İşlər Nazirini ben bir neçə ay bundan əvvəl kafama takıldı. Dedi ki İran reforma yoluna gitmelidir. Bunu mesela mərkəzi televizyada o növbətçi o satlar var. Her şeyi bilen, her şey üzrə
Hər şey şünas deyirlər də bizim Mütəxəssislər, bəli. Azərbaycanda. Uzmanlar məsələn onu demir. Hakan Fidan deyir. Yadınıza gəlirmi əriyyatda bir Müslüman ölkələrinin 12 ya 13 Müslüman ölkəsinin müşavirəsi oldu. Xarici İşlər Nazirinin müşavirəsi oldu. Azərbaycanın da, Türkiyənin də Xarici İşlər Nazirləri orada iştirak edirdi və İranı qınadılar. Mərkəzi televiziya kanallarında elə qınağı gördünüzmü? Yox, Bəli, görmədim. bəli. Yox, Hə. mərkəzi kanallarda verilmədi, amma o xəbəri çox məmnuniyyətlə oxudum mən. Bəli. Və bunun altını çizmək lazım. Niyə onu deyir? Bu yaxınlarda yenə Hakan Fidan təxminən eyni bu nedir? Hörmüz boğazıyla bağlı elə bir və deməli bu Körfəzin Ərəb ölkələrinə hücumunla bağlı İranı qınadı. Bu dövlətlə o mərkəzi kanal, onlar təbliğat işi görürlər. Və mərkəzi kanallar da siyasi İslamı təbliğ edən və yaxud da siyasi İslamı, İslamın qalası olan İran İslam Cumhuriyyətini, belə deyək ki, onu tənqid etməyi özlərinə rava görməzdir. Hətta sizə biraz da açıq deyim, ben elə bunu Türkiyədə olanda da deyirəm. Türkiyə Cumhuriyyətində bir İran heyranlığı var. Çox böyük Bunun heyranlıq. iki tərəfi var. Bunun iki tərəfi var. Tarixdən gələn bir tərəf var. Fars ədəbiyyatının, dilinin filanın, Anadolu'da ondan sonra da Osmanlı'da və Türkiyə Cumhuriyyətində yaygın olması. Türkiyə Cumhuriyyəti həmişə ona bir hörmətlə yanaşır. Yəni Hafiz, Sədi, Xəyyam filan deyirlər, oturup durup onu deyirlər. Və ikinci, İran İslam Cumhuriyyəti siyasi İslamı təmsil edən bir ölkədir, bir dövlətdir. Və bunun da neçə 47 ildir o mövcuddur. Amma xüsusən də son 20 neçə ildə AK Parti'nin deməli hakim olduğu dövrdə, birinci parti olduğu dövrdə, iktidarı dövründə məsələn heç eşidibsinizmi onunla bağlı bir ciddi tənqid olunsun? Yox. Neyinki AK Parti hocam, neyinki AK Parti, Türk təşkilatlarının burada başında duran, Türkçülüklə tanınan professorlar, hocalar belə İranın keçirdikləri tədbirlərdə, Cumhuriyyət günündə filanda nədir onların o öz devlət günlərində gedib orada masanın başında otururlar. Yəni bu türkçülük məsələsini, Güney Azərbaycan məsələsini bir prinsip haline gətirməyiblər burada. Doğru. Çox haqlısınız. Bunun yanında onu da əlavə eləyək. Baxın, təxminən belə deyək, 100 neçə il bundan əvvəl 21-ci il idi məncə. Bu Roşani Barkın. Bu çox maraqlı bir adamdır. 20-ci illərin əvvəllərində hələ Rıza xan hərbi nazir olur və bu yavaş-yavaş, mərhələ-mərhələ hakimiyyəti əlində cəmləşdirir və o tənqidi məqalələr yazır. Deyir ki, Qacarlar zəifləyib, elə bir 25-ci ildən əvvəlki dövrdür və çox sürətlə hakimiyyət Rıza xanın əlinə keçir. Onu tənqid eləyənlər də var. Bu bir məsələ. İki, və müraciət edir, deyir axı, İran tək millətli ölkə deyil. Burada Türklər var. Ey millət, gəlin anlayın, başa düşün. Orada bizim soydaşlarımız var. Bu adam həqiqətən bizim milli hərəkatı müdafiə edən fədakar insanlardan birisidir. Roşani bəy. Bu bir yana qalsın. 1925'ten önce yazıb bu qəzetlərdə, elə mi bu var? 1921. Əslində, baxın, mən bu Azərbaycan tarixi kitabımda geniş bundan yazdım. İstəyirsiniz ondan biraz bəhs eləyək. Roşani Barkın əvvələn orada qalıb, oradakı o ortamı çox yaxşı incələyib, bir neçə il orada işləyib, ondan sonra gəlib deməli Türkiyə
milli mücadele dövründə məqalələr yazıb. Sonra da İranla bağlı Atatürk'ün ən yaxın müşavirlərindən birisi oldu. O məqalələri yazır və məqalələrə cavab verənlər bilirsinizmi kimdir? Bizim Türklər. Məcidzadə idi. Fəryad qəzetinin redaktoru. Adı neydi? Yadımdan çıxıb. Məcidzadə. Bu Məcidzadə deməli onun kitabına və məqalələrinə bir cavab yazır. Türk mütəfəkkirinin yanlış fikirlərinə cavab denədir. Belə o kitab məndə var. Və deyir ki, siz bizi Oğuz elan edirsiniz. Bizim Oğuzlarla filanla nə ilişkimiz? Biz elə ari irqindən filanıq və Rıza xana da iftira atmayın. Ana fikri budur. Sonra bu bilinən bir adamdır. Rızazadə Şəfəq. O da bir risalə yazır. Bu həmin qrupdur ki, Berlində idi. İranşəhər o nəşriyyatın ətrafında mərkəzləşmişdi. Onun da başında duran Tağzadə idi. O da Təbrizli, o da soydaşımız. Seyid Həsən Tağzadə. Bəli. Seyid Həsən Tağzadəni Günas TV-də mən ilk dəfə tənqid eləyəndə deyəndə ki, Pəhləvi rejiminin qurucularından biri idi. O vaxt interaktiv dediyimiz zəng eləyib fikirlərini də bildirə bilərdilər. Adam dəli olmuşdu. Deyirdi, mən sizi milli adam kimi bilirəm. Bizim bu boyda böyük qəhrəmanımızı, məşrutə qəhrəmanımızı, filanımızı siz niyə pisləyirsiniz? Onunla bağlı hocam, mən bir məqalə hazırlayırdım. İran devlətini monstra çevirən türklər. Çünki həm Pəhləvi rejiminin ideoloji rəhbər oxuduqca mən özüm də dəhşətə gəlmişdim. İdeoloji fikir babaları bizimkilərdir. Bəli. Həm də İslam inqilabının əslində sizin bayaq dediyiniz kimi şəriət mədarinin gətirdiyi bir xəttdən doğan bir şey oldu İslam inqilabı. Yəni İslamlaşdırılması İranın o xətti. Yəni bizim onların o fikir ideyaları da türklərdən, Güney Azərbaycanlılardan gəlib. Bu çox ağrılı bir şeydir əslində. Aynur xanım, bu ayrı bir mövzudur. Təbii ki, bunu bir dəfə xüsusi, yəni paniralizmin meydana gəlməsi. Onun əsas ideya başçıları deyək, ideya verənlər filan. Axundzadədən üzü bəri gələn bir prosesdir. Ondan sonra İran bizimdir, Türklərindir və ona kəc baxan adamın gözünü çıxardarıq deyən müəlliflər, o cümlədən Məcidzadə, o cümlədən Rızazadə Şəfəq, o cümlədən Tağzadə, Kəsrəvini, Məsrəvini filan da heç demirəm. Bu ayrı bir mövzudur. Burada ama bir şey gəlin altını çizaraq bir yere yazaq. Zamanında İran bizim dövlətdir deyib, değişen İran'ın mahiyetini anlamayan insanlarımız gene var. Yani 1920'lərdən, xüsusən də 1925'ten sonra bu İran deyilen dövlət Fars dövləti oldu. Bunu bir yere lütfen yazsınlar. Yazsınlar ve sorgulasınlar. Niye öyle deyilik? Ve o Türklerin İran'ı diyen o şəxslər də lütfen bir buna bir cevap aramaya çalışsınlar ve yaxud cevap vermeye başlasınlar. Bakın bir gün bir dostlardan birine ben dedim ki qərar verme organları bir qayda olaraq farsların əlindədir. Və o vaxt bizim işlədiyimiz dövrdə deməli o dövrün təcrübəsini mən misal olaraq dedim. Dedim, orada bəzən türklərə filan da rast gəlirik. Məsələn, orada çayçı həmişə türk olur. Xarici İşlər Nazirliyi. Və belə bir durumda Türklerin İran'ı demek hülyasına kapılmak doğrudur. Bu da ayrı bir mevzu. Bəli, o da ayrı. Yine gelirik Türkiye. Gerek Türkiye. Burada ama bu da çok uzun bir mevzudu ama diyeyim.
1919-cu il Hüseyn Məkki deyilən bir tarixçi var. Onun əsərinə istinadən mən deyirəm. Modern İran deyə, tarixi modern İran, İran moderndir, nədir? Belə bir əsəri var. 2-ci cildində mən o kitabımda yazmışam. Atatürk Sultan Əhməd Şaha, o gənc sonuncu Qacar hökmdarı var idi. Avropada idi. Kefti idi. Yəni səyahətli idi filan idi və hərdən bir də Rza xan ona pul göndərdi ki, o bu səyahətini, keyfini filanını sürdür, davam elə. Ona təklif eləyir ki, hakimiyyət əlindən gedir. Sənə mən bu əşirət güclərindən sənin ixtiyarına verib, özdə milli mücadilə hərəkatı dövrdə, hələ Türkiyə Cumhuriyyəti elan olunmuyor. Və get hakimiyyətini xilas edir. Adam bilirsinizmi nə deyir? Onun o sımarcına nə cavab verir? İranı yalnız İranlılar azad edə bilər. Eyvallah, gəl azad elə də gör. Bu belə getdi. Sonra çox önəmli məsələlərdən birisi. Dediyim kimi, Roşəni bəyin özünü yazıq yırtır. Deyir ki, hakimiyyət əlinizdən gedir. Və faş şovinizmi artıq sizin əlinizdən alır hər şey. Oyanın. Cavab verənlər kimlərdir? Biraz əvvəl adını çəkdim. Məcliszadə, Rızazadə Şəfəq, Tağzadə, İranşəhər qrupu. Və gəlirik 45-46-ya. Bunu bizim Güneylilər hərdən bir irad kimi deyirlər. Türkiyə Cumhuriyyəti hökumətinin indiki siyasətini ən çox tənqid edən adamlardan birisiyəm. Amma insaf da yaxşı şeydir. Həddini bilmək lazımdır. Bir gerçəkçi olmaq lazımdır. Deyirlər ki, 45-46-da niyə Pişəvəriyə, Seyid Cəfər Pişəvəriyə kömək eləmədi? Milli hökumətə kömək eləmədi Türkiyə Cumhuriyyəti. Axı bu tarixi bilməməzlikdir də. Sovet qoşunları Türkiyə sərhədlərində bir neçə diviziya durmuşdu və Moskvadan əmr gözləyirdi. Türkiyə nə zaman keçək? Bəli, bu savaşdan sonraki Stalin başladı, Ərdaxandı, Qarsdı, Batum ətrafını filan yenidən istəməyə, yəni bu keçmiş Gürcü torpaqlardı, Erməni torpaq, ərazi iddialarını ortaya atmaq və orduydu qoşun. Bir neçə diviziya orduydu. 2 çox önəmli məsələlərdən birisi. Pişəvəri sol hökumət deyildimi? Komünist hökumət deyildimi? Oradakı nümayəndələrin ixtiyarı, icazəsi olmadan addım ata bilirdimi? İnsaflı olun da. Hətta özünün illərlə Türk dili, Türk ədəbiyyatı filan dediyi şeyə birdən-birə Quzeyin o baskısı ilə, oradakı o nümayəndələrin o baskısı ilə Azərbaycan dili, nə bilim, hətta onu deyim, deməyə başladı və orada dərslik buraxdılar. Dərsliyin üstünə Türk dili yazmağa cürət eləmədi, ana dili yazdılar. Təbii, Moskvanın baskısı var. Əlbəttə, əlbəttə. Və indi baxın, nə olur olsun, bu bizdən asıldı. Qapını bağlayanda pəncərədən girməliyik. Gedib inandırmalıyıq ki, milli hərəkatın irəliləməsi, enində sonunda Güney Azərbaycanın hər hansı bir şəkildə ya muxtariyyət mı olsun, ya deyək bu tam sərbəst mi olsun, ya deyək bütöv İran daxilində bir güc mərkəzi mi olsun. Eyvallah, siz əgər istəyirsiniz bütün İranı Türk dövlətinə çevirəsiniz, o zaman daha artıq işləməlisiniz də. Bu, Türkiyə Cumhuriyyətinin maraqlarına uyğundur. Orada, daha siz Türkiyədəsiniz, sizi öyrədəsi deyiləm. İllərlə yanlış bir təbliğat aparılır. İran dağılsa sıra Türkiye'ye bir gün gelir. sonra sıra Türkiye. Niye? Niye?
Türkiye Cumhuriyeti dövləti de özü güclü dövlətdir. Beka meselesi falan yoktur. Milleti korkutmayın. Türkiye'de ayakta bir Türk milleti var. Lazım olanda girir meydana ve sözünde değil. Bunu ben özü de bu Türk milletinin bir hususiyeti var. Böhran dövründe artık siyasi iradesini ifade eder. Dinç dövrde o siyasi iradesinin farkında değil hiç. Bu da onun menfi cəhətidir. Ona ki biz taxlanda mı deyirlər? Buranda o zaman ayılır ve öz iradesini ifade eləyir. Bir şey ki bu Türk milletinin bu iradesi haricinde gelir. Yani Amerika ile İsrail'de çöküp İran'ın canına. Bu da savaşın sebepleri de başka meseledir. Onun hatta mahiyeti başka meseledir. Bu yaxınlarda ben bir dostlarımızla oturup danışırdı. Orada dedim ki bu savaş tərəfi deyilik. Bu savaşın ne Güney Azerbaycan ne Kuzey Azerbaycan'dan soruşmayıplar başlayanda. Ama o hem de bizim savaşımızdır. Neticeleri bakımından bizim savaşımız. Evet. Neticelerini faydaya çevirebilirsek bizim savaşımız. Elbette. Ve bu xeyli derecede Türkiye'nin de maraqlarını təsir edən bir meseledir. Yaxşı, orada sabah böyük bir değişiklik olacaqsa demirəm, olacaq. 28 fevral vəziyyətinə geri dönmək mümkündür. Benim düşüncem budur. Ve Trump'ın da o Çin seferinden sonra bence her şey aydın. Hatta Trump Amerika Birleşik Devletleri, Amerika Birleşmiş Ştatları, İsrail Devleti hiç ne eylemeseler bile bu rejimi öz xalqınla üz-üzə qoysalar belə mesele həll olacaq. O kadar derinli ki bu böhran. Rejim bu böhrandan çıxa bilməyəcək. Düşüncəsində. Ve Türkiye'de vallahi buna ümid eləyirəm. Azerbaycan da ümid eləyirəm ki her hansı bir hazırlıkları var. Ama ben onu görmürəm. Bundan evvel görmedik. Azerbaycan Respublikası hökumətinin iktidarla bağlı dəfələrlə demişik. Hazırlıq işləri hardadır? Kadr hazırlamaları hardadır? Ya deyək ki, milli hərəkata yardımı hardadır? Bu olmuyor. İndi de nəsə de bir iş görməklərindən bağlı mən heç nə görmürəm. Ama bazı adamlarımız, bazı dostlarımız deyir ki, sənin xəbərin olmaya da bilər. Qarabağ meselesine de bağlı haberimiz yok idi başlayana kadar. Son sualımı verim hocam. Tek el olsun. Aynur Xan, tek el olsun. Yani ümid edirik tabii ki ama yine de biz hazırlıklı olmalıyıq. Biz millet olarak məncə Qarabağ meselesinde de belə oldu. Bilirsiniz, Qarabağ meselesini de illərlə ölkədə demokratiyanı susturmaq üçün istifadə elədilər. Bizim Qarabağ problemimiz var falan filan diye. Ama sonunda elə bir konjunktura oluşdu ki, məcburən özlerine de biraz da o Paşinyanın Şuşada rəqsi falan çok toxundu. Ve proses başlamış oldu. Şükür Allah'a, yani bizi çok memnun edən bir nəticə oldu. Evet. Deməli mən bunun tərəfdarıyım ki, hocam biz oradaki prosesi sizin dediğiniz kimi o traktorun 80.000 tərəfdarının en azından aktif mübarizəyə cəlb eləyə bilsək, buna Kuzey devleti de karışacak, Türkiye'de dəstək verəcək. Biz içeride bu dəqiqə yeterince güclü olmadığımız için belki biraz da dəstək ala bilmirik. Son sualım, içeride nə etməli? Biraz evvel bu meseleden biraz bəhs elədik. Ama bu elə ağır bir mövzudur ki, o kadar önemli bir mövzu. Dönüp dolaşıp oraya gelecek. Milli şuur, millətləşmə süreci, o meselelerinle biz bugün de sabahta o biri günde məşğul olmalı. Kuzey Azerbaycan'da da biz müstakil devletik değil mi? Evet. Kuzey Azerbaycan'da. Ama bizim milli şuur problemimiz var mı? Milli kimlik problemi var. Onun o davasını dönmürük mü? Onunla bağlı bazı işler görmürük mü? Bu yani çok ağır bir meseledir.
çox çətin bir məsələdir və davamlı görüləcək işləri tələb edir. İndi bəzi adamlar düşünə bilər ki, bu maarifçilikdir. Maarifçilik dövrünü biz keçmədik. Bir, keçmədik. İki, çox aktualdır. Biz əgər hərəkatın kütləviləşməsini istəyiriksə, rəsmi ideologiyanın o şuurlara yerləşdirdiyi İrançılıqdan insanlarımızı ayırmalıyıq da. Yəni, o 80 bin bizim gözümüzə böyük görünür. Amma hərəkatın kütləvi olması üçün daha artıq iş görmək lazımdır. Bir, bu milli kimliklə bağlı. İki, çox önəmli məsələlərdən birisi, çox çətin vəziyyətdir. Savaş məsələsi, biraz əvvəl siz dediniz ki, bu savaşın savaşda iştirakimiz olmalı. Savaşda iştirakimiz birbaşa ola bilməzdir. Mümkün deyil. Savaş dövründə hərəkatı genişləndirmək, hərəkat eləmək çox təhlükəlidir və bizim o milli fəallar dediyimiz o yeni təbəqəni qorumaq bizim birinci vəzifəmizdir. Onu bu nədir? Repressiya maşınının qabağına verə bilmərik, ağzına verə bilmərik. İndi amma bunun yanında təşkilatlanma daimi bir prosesdir. Biraz əvvəl dedim, milli kimliklə bağlı o görüləcək işlər nə qədər daimidirsə təşkilatlanma da elə. Hər dönəmin özünün imkanları vardır. Bu qədər əgər imkanımız varsa, o imkandan istifadə edin. Əslində siyasət də o deməkdir də. Mümkün olanı əldə etmək sənətdir, deyilmi? O klasik tərif. Və bugün deyək ki, əgər ölkənin Cumhurbaşqanı Heydər Babaya salamdan şeirlər deyir. Şəhriyar dərnəyi təşkil edilir, kütləvi şəkildə. Və o Heydər Babaya salam əslinə qalanda, indi məsələn mənim fikrimə gəlir də o. Orada çox çağırışlar var. Çox fəlsəfi fikirlər var. Nə qədər sadə cümlələrlə, sözlərlə ifadə olunsa belə, çox sadə amma çox dərin fikirlər var. Onun deyək ki, onun bu əsərin, yəni bu araşdırılması, tədqiqinə filanına bir toplaşan bir qrup bir 15 dəqiqədən sonra siyasi söhbətə keçəcək. Yarım saatdan sonra siyasi söhbətə keçəcək. Həm də biz niyə buradayıq? Biz niyə buradayıq deyəcəklər. Biz Şəhriyar niyə bu dildə müzakirə edirik? Bunu deyəcəklər. Əlbəttə. Və bu savaş eyni zamanda bəzi imkanlar da yaradır. Risklərlə bir yerdə bəzi imkanlar da yaradır və o imkanları gerçəkləşdirmək və bu birinci dalga keçdi, 40 günlük savaş keçdi. İkinci dalga gəlir. Ondan sonraki dönəm gəlir. Biz o dönəmə hazır olmalıyıq. Onun üçün də yenə də təşkilatlanmalı bu yerində və Quzey Azərbaycanın zamanında buraxdığı səhvləri buraxmamaq lazım. Sovetlər dağılır, eyvallah, nə gözəl oldu filan deyib, biz o dağılmağa hazır olmadıq və o imperiyanın xarabalıqları altında böyük problem, yəni Qarabağ problemini yaşadıq. 30 il o rezilliyi yaşadıq biz. Evet. Güney Azərbaycan gərək bunu yaşamasın. Heç olmazsa xalq dilində deyək, gözü çıxmış qardaşından ibrət dərsi getirsin. Elə. Çox təşəkkür edirəm hocam. Yaxşı ki gəldiniz. Mən ümid edirəm ki tez-tez görüşəcəyik. Görüşərik, danışarıq. Bizim də işimiz elə odur və bununla biz yardım eləyə bilərik hərəkata. Sağ olun, dəvət elədiyiniz üçün. Çox sağ olun. Sağ olun.